günləri 3D printerdə bir detal hazırladım. Hansı ki o detal arxa qanadların deməli bucağına görə detail formatı olacaq. Yəni bu hərfində qanad olacaq arxa. Və bunu da 3D printerdən indi bunun kiçik o ölçülərindən nümunə kimi çıxartmışam, amma bunun böyüyü olacaq. Onu göstərmək istəyirəm. Bu hissəyə keçəcək, qalacaq belə. Və arxada olan tər buna birləşik olacaq. Demək bu filament PLA-dır, kalçuk materialıdır. Bucaq 110 dərəcə seçdim. 110 dərəcədə ən effektiv deməli D bucağında uça biləcək pulsuz uçuş aparatı modelidir. Və nəyi düzəldirəm onu göstərim sizə. Hazırda istehsal bunu istehsal edir printer. Gördüyünüz kimi. FreeCAD-da da yığa bilərdim açığı. Özüm FreeCAD istəmədim. Bu daha mənim üçün rahat oldu. Bu bunun bu hissəsidir. Belə deyil, amma bu hissəsi. Ona görə kiçik nümunə çıxartdım. Hazırda isə bütöv nümunəni, yəni bu detalın özünü çıxardır. Nə hardasa? Bu belə bir şey. Çünki orta ölçüdə səhv vermişdim. Bu ölçünü səhv vermişdim açığı. Sonradan düzəltdim. İndi daha yaxşı, daha rahatdır. Printerdə işləyəcək düz 2 saat 20 dəqiqə.